Niyə demək günah idi. Amma indi hər şey dəyişib. Bakının mərkəzindəki dəbdəbəli kafelərdən tutmuş, ucqar kəndlərdəki çayxanalara qədər xıltı ilə danışılan bir mövzu var. Gənclər, sizin övladlarınız, dostlarınız, bəlkə də elə sən artıq göylərə baxıb dua etmək əvəzinə kainatın necə yarandığını Google-da axtarırlar. Məscidlər yerindədir, kilsələr yerindədir. Bəs insanların qəlbindəki o inanc, o hara gedir? Bugün Azərbaycanda səssiz bir inqilab baş verir. Adı ateizmdir, adı deizmdir. Ya da sadəcə mən bilmirəmdir. Bu videoda heç kimi mühakimə etməyəcəyik. Sadəcə pərdəni qaldıracağıq. Gənclər niyə dindən qaçır? Həqiqətənmi Allaha inkar edirlər? Məncə ən böyük səbəblərindən biri o bəzi adamlar var ha, bildin necə heç bir poxdan xəbəri yoxdur. Sadəcə olaraq alıb elinə bir kitabı, o haram, bu halal, o haram, bu halal, o olmaz, bu olar. Ona nə bilim. Ay sən öl 6-7 ayın söhbətidir. Adam çıxmışdı deyirdi ki, şeydir. Cənnətdən yer satıram deyir. Arsa satıram deyir. Yo buna xuy. Din tüccarlığı işte amına koyayım. Din tüccarlığı dinin satışı gedir. Din adı altında algı satqı gedir. Başa düşürsən? Deyir mənə falan qədər pul ver, sən cənnətdə deyir ev almışam, nə bilim nə etmişəm, ev hazırda. Bir də öləndə deyir ki, gedəcəksən ora. Yo buna inanıb pul verənlər var. Gözümlə şahidəm ha. Yoxsa dindarların yaratdığı Allahdan imtina edirlər? Hazırsınızsa başlayaq. Dindarların yaratdığı Allah. Bura cümlə səhvdir orada. Dindarların yaratdığı Allah deyəndə ki, dindarlar Allahı yaratmayıb ki bəyəm. Allah yəni zamandan, məkandan münezzeh bir zatdır da, səhv eləmirəmsə. Çünki bu danışacaqlarım sizin evinizdə də baş verir. Yo, bizim evimizdə baş vermiyor mu? Gəlin əvvəlcə bir şeyi səmimi etiraf edək. Bizim cəmiyyətdə ateist dedikdə ağla ilk gələn şey Allahsız, əxlaqsız və ya sadəcə diqqət çəkmək istəyən bir obraz olur. Amma bu reallıq deyil. Son 10 ildə Ateistsə mən ümumiyyətcə deməmişəm ki şeydir. Ateist dostum da olub, ateist otaq yoldaşım da olub. Qayıdıb deməmişəm ki, yox sən dindar olmalısan, sən müsəlman olmasan səninlə əlaqəni kəsəcəyəm filan bəs məkan. Onun öz şəxsi qərarıdır, mənim öz şəxsi qərarımdır. Mənim mənəvi dəyərim, onun mənəvi dəyəri ola bilməz. Yəni istəsə olar, istəsə ola bilməz. Onun şəxsi prinsipalni qərarıdır. Başa düşürsən? Mən onu deyə bilmərəm ki, sən iminlə müsəlman olmalısan. Elə söhbət yoxdur. Belə deyim də, sadəcə artıq heç kim heç bir şeyə baxıb öyrənmək istəmir. Sadəcə qabaqlarına bir oxusun qutardı ya da ki küstürürlər bir çox İslam dinini. Ateist olmaq istiyorsanız Türkiye'ye gelin. Yapılan müşahidələr və sosial şəbəkələrdə müzakirələr göstərir ki, Amma Azərbaycanda mən o ateistlərə hörmət deyəndə, yəni o ateistlərlə yanaşmıram ki. Deyir ateistəm, deyir sən öl, deyir Allah haqq. Onu bir dəfə mən şeydə atmışdım. Şeydə adını Threads'də atmışdım. Misal üçün X bir kişi ben ateistim. O birisi de şey deyirdi də. Məzələnmə də, deyir sən öl. O da deyir ki Allah haqqı, başa düşsənmi? Yəni orada da bir Allahın adını keçirdirdi. Amma yandıran odur ki, qardaş, əgər sən ateistsənsə, sən yəni o sözü deməməlisən. Düzdür, ağız alışkanlığı deyirlər, vərdişi deyirlər, ola bilər. Amma əgər sən bu yola baş qoymusansa, sən deyirsənsə ki, mən ateistəm, sən bəzi şeylərdə özünə çəki düzən verməlisən, nizamlamalısan özündə bəzi şeyləri. Çünki sən bu lağa qoyduğun şey başqasının mənəvi dəyəridir, başa düşsənmi? Yəni bəziləri ateistliyi cool olaraq hesab edir. Yəni cool olaraq gördüyünə görə ateist, amma bəzi adamlar da var ki, deyir qardaş mən inanmıram da deyir. Vəsə qutardı getdi, mən inanmıram deyir. Mən onlara söz demirəm. Bak ben onlara bir şey demiyorum, anladın mı? Hani Martian sana anlatıyorum bu arada. Çevirisini yapıyorum şu anda. Bazı ateistler var. Nitekim şey diyorlar işte. Adam diyor ben ateistim. Diğer işte arkadaş da şey diyor. Yemin et de vallahi diyor. Anladın mı? Hani o arada geçen vallahi kelimesine ben şey yapıyorum aslında. Sitem ediyorum. Anlıyorum çevirme. Eyvallah. xüsusilə deyil.
Allah razı olsun kaç. Yani bir yaradan var ama dinler insan uydurmasıdır düşüncəsi sürətlə yayılır. Niyə illərlə İslam mədəniyyəti ilə yoğrulmuş bir ölkənin gəncləri 1400 illik ənənəyə arxa çevirir? Bunu anlamaq üçün əsas səbəblərə enmək Azərbaycan həm də ki tolerans ölkədir. Səhv eləmirəmsə burada iminə din İslam ölkəsi olaraq getmir. Tolerans ölkədir, səhv eləmirəmsə. və xəbərdarlıq eləyirəm. Səbəblərdən bəziləri çoxlarına ağır gələcək. İl 1995. Bir sualınız var. İnsan necə yaranır? Kimdən soruşacaqsınız? Atavızdan, məktəb müəllimindən və ya məhəllədəki o molladan? Cavablar məhdud idi. Amma bu gün Azərbaycanlı bir gənc cibindəki telefonla dünyanın ən böyük kitabxanalarına, Oxfordun professorlarına, ateist filosofların debatlarına bir kliklə çatır. İnternet din mövzusunda inhisari monopoliyanı qırdı. Gənclər artıq sadəcə onlara deyilənlə kifayətlənmir. Onlar təkamül nəzəriyyəsini oxuyur, Big Bang-i araşdırır və sonra dini mətnlərlə müqayisə edirlər. Və burada da ziddiyyət yaranır. Məktəbdə öyrəndiyi biologiya ilə cümə xutbəsində eşitdiyi hekayələr üst-üstə düşmür. Bu ziddiyyət ilk şübhə qığılcımıdır. Gənc artıq qorxduğu üçün inanmaq istəmir, başa düşmək istəyir. Din isə çox vaxt sual vermə, inan deyir. Bax, bu da ipin qopduğu yer. İnternetdə məlumat almaq bir tərəfə, gənclərin dindən qopmasının daha dərin, daha ağrılı bir səbəbi var. Şər problemi. Gənc pəncərədən dünyaya baxır, müharibələrdə ölən günahsız körpələri görür, sağalmaz xəstəliklə doğulan uşaqları görür, təbiət fəlakətlərini görür və sonra dinin ona Amma mənim ağlımda həmişə bir sual yaranır. Bax misal üçün bu mənim əlimdədir də, düzdürmü? Mənim iradəm var, mənim düşüncəm var. Bunu mən bura qoyuramsa, bu mənim iradəm çərçivəsində olur da, yəni iradəm daxilində olur. Yəni, iradəm icazə verdiyi üçün mən bunu bura qoya bilirəm. Bildin necə? Bəs alın yazısı, talih burada bunun harasına rol oynayır? Yəni mənə həmişə düşündürən sual olub. Yəni çox adam nəsə deyib, nə bilim, filozoflardan danışıb, dindən danışıb, ondan bundan, Newtondan girib Adəm Həvvadan çıxıb başa düşsənmi? Heç bir cavab mənə qane eləmir də konkret. ChatGPT-yə də yazıram, gicdallaq belə 50 dənə söz yazır, heç hansına abstrakt sözlər yazır da konkret başa düşmək olmur. Yəni mənə bir dənə maraqlıdır ki, əgər mən bunu yerə qoyuramsa, bu mənim iradəm çərçivəsindədirsə, alın yazısı bunun harasındadır? Əgər mən bunu bura qoymağım alın yazısında varsa, onda iradə bu məsələnin harasındadır. Onda mənim iradəm keçərsiz bir vozluq kimi bir şeydir, nə bildin necə? Yəni havadır sadəcə olaraq. öyrətdiyi sonsuz mərhəmətli və sonsuz güclü Allah anlayışını düşünür. Bu da Yəni biz burada nəzərə alsaq ki, iradə fakt var. Yəni iradə olmasa insan gedə bilməz, yeriyə bilməz, düşünə bilməz filan bəsməkan başqa bir şeyləri eləyə bilməz. Onda alın yazısı ortaya çıxır. Buradayam, hə. Gəldi. Brat sən cavablandır bizim sualımızı. dəhşətli bir məntiqi paradoks yaranır. Gənc soruşur: əgər Allah hər şeyi görürsə və gücü çatırsa, niyə bu uşağın əzab çəkməsinə Bax mən deyirəm ki, bu mənim iradəm çərçivəsindədir də, bu mənim əlimdədir. Mən bunu yerə qoyuramsa, bu mənim iradəm çərçivəsindədir, düzdürmü? İradəm buna icazə verdiyi üçün mən bunu bura qoyuram. Yaxud da nə bilim atıram belə yuxarı. Belə kolan atdım. Hə. Deməli. Əgər mən bunu yerə atıramsa, ya da yerə qoyuramsa, ya da başqa bir yerə atıramsa, alın yazısı talih burada bunun harasındadır. Əgər alnıma yazılıbsa ki, bunu yerə qoymaq varsa, ya da bunu belə atmaq varsa, iradə bunun arasındadır. Nəzərə alsaq ki, burada iradə rol oynayır. Fakt insan bilir ki, iradəsiz heç bir şey eləmək olmur da, bildin necə? Onda alın yazısı arasındadır bu məsələnin. Yəni çox adamdan soruşmuşam, Adəm Həvva nə bilim ora bura Newtondan zırtdadıb pırtdadıb. Yəni bir şey ortaya çıxara bilmir. Nəzərə alsan ümumi danışdığı sözlərin heç biri əhəmiyyət kəsb eləmir. Yəni GPT-dən də soruşursan, GPT də sən nə desən GPT deyəcək ki, düzdür, başa düşürsən? Ona görə bilmirəm. Dindardan soruşursan başqa bir söz deyir. İmansızdan soruşursan başqa bir söz deyir. Deistdən soruşursan tamam fərqli bir söz deyir.
Mənə elə gəlir ki, sənə ən məntiqlisi hansıdırsa, sənin ağlına yatan hansıdırsa, məncə o. icazə verir. Əgər gücü çatırsa, amma qarşısını almırsa, o zaman Mesela birine araba çarptı, kaderi böyle diyorlar ama onun dikkatsizliği ve salaklığı. Aynen, o da sayılabilir bazı durumlarda. İlk növbədə yenə dini bir məsələdə inandığın dinə görə dəyişir. Sən müsəlmançılığa nəzər çəkib alın yazısı deyirsən. Hə də yox, mən sadəcə olaraq bu sualın cavabı maraqlıdır. Yəni bu sualın cavabı maraqlıdır. Mən özüm müsəlmanam. Əlhəmdülillah. Amma indi bəzi şeylər var ki, insanlıqla bilməyə bilərəm də. Hafız deyiləm ki, birinci növbədə. Sadəcə olaraq maraqlı gəlir. Həqiqətən də bunu yəni lağlağaya qoymaq üçün demirəm. Bunu nə bilim müsəlmançılıqları aşağılamaq üçün demirəm. Sadəcə olaraq alın yazısı deyə bir şey yoxdur. Yox, indi mən müsəlmanam da. Mənim üçün alın yazısı var. Düzdürmü? Bəs bu iradə ilə alın yazısı eyni tərəzidədir də, düzdürmü? Bunu necə ayrışdırmaq olar da? Yəni bunu necə bir məntiqli cavaba sığdırmaq olar? Yəni həqiqətən də maraqlı gəlir deyə mən şey deyirəm. Sual verirəm. o mərhəmətli deyil. Yox, əgər mərhəmətli Paradoks olur da yəni. ise ama karşısına ala bilmirsə, o zaman o her şeye qadir değilmi? Bu suallar bugün Azərbaycan gəncinin geceler yuxusunu qaçırır. Dindarların verdiği bu bir sınaqdır cavabı ise artık onları qane etmir. 5 yaşlı bir uşağın xərçəngdən əziyyət çəkməsi kimin sınağıdır? Uşağın yoxsa onu izleyen valideyninin? Məhz bu mərhəmət və reallıq arasındakı uçurum gəncləri deizmə itələyir. Onlar deyir, bəlkə yaradan var, amma o bizim dualarımızı eşitmir veya işlərimizə qarışmır. Bu hissizləşmə inancın qırıldığı incə nöqtədir. Gəldik ən ağrılı nöqtəyə. Bəlkə də gəncləri dindən uzaqlaşdıran şey Darwinin nəzəriyyəsi deyil. Onları uzaqlaşdıran şey dindarların özüdür. Gənc baxır, televizorda Qatılıram. Bir çox dindar var ki, yenə deyirəm, deyir ki, o olar, bu olmaz, bu olar, o olmaz. Amma düzdür, bəziləri var ki, həqiqətən də yaxşı deyir. Məsələn, Hacı Şahin özü olsun, mən xoşlayırdım o insanı. Qulaq da asırdım, yəni açıq danış. Çünki o insan elə danışırdı ki, insan rahatlayırdı, həqiqətən də rahatlayırdı. Amma bəzi mollalar var ki, deyir cənnətdən ev var, ev satıram deyir. Arsa marsa, nə bilim. Pul ver, yadınıza düşürsə də, əgər 5-6 ayın söhbəti də bir dənə çıxmışda videosuna tapsam görsədərəm. Deyir ki, pul ver, sənə cənnətdən yerin var da. Türkiyədə də elə olmuşdu o hadisə. sosial şəbəkələrdə ətrafında dindən danışan insanlara baxır. Ədalətdən danışıb haqsızlıq edənləri görür. Təvazökarlıqdan danışıb lüks içində yaşayanları görür. Qonşusu açkən yatan bizdən deyil deyib öz sərvətini artıranları görür və gənc öz-özünə deyir: əgər bu din onu təmsil edən adamı yaxşı insana çevirmirsə, mənə nə faydası var? Məhz burada da deizm qapısı Bəzi dindarlar var, baxırsan ki, belə sərvəti, yəni milyonlarda aşıb daşır. Land Cruiser, nə bilim, Toyota Corolla, altında villası, yanında mamlim atanlar. Prosta ki, baxırsan, bir ağzı Allah deyir, bir ağzı dindən, imandan danışır. Başa düşsənmi? Yəni dindən, imandan danışan bir insanın bu situasiya altında qalmağı nə dərəcədə düzgün. Azərbaycanda da bir nəfər var, adını çəkməyəcəm, poxu çıxar sonra. Nəysə. Dediyim kimi din adı altında tüccarlıq var sadəcə olaraq. bir daha açılır. Gənclər deyir: mən Muyuqu, mən bu sözümü kəsit eləyib sən Allah YouTube-a atıb eləmə. Allahın varlığına inanıram. Kainatın bir sahibi var. Amma sizin yaratdığınız bu qurumlar, bu təriqətlər və bu biznesə çevrilmiş rituallar, mən bunlarda yoxam. Azərbaycanda gənclər Allahdan küsmür. Onlar Allah adına danışanların səmimiyyətsizliyindən yorulur. Bu Düz +1. Və gəldi biz deyən söhbətə çıxdı. teoloji bir problem değil. Bu bir etibar böhranıdır. Bəs bu fikirləri dilə gətirmək asandımı? Əsla. Azərbaycanda mən inanmıram demək, bəzən ailədən imtina etmək, hətta dostlarını Mən bəzi Çeçenistanda olmamışam, amma Çeçen tipli bəzi insanlar var Azərbaycanlı. Bu insan meçidə gedir, məscidə gedir, ora bura, namaz qılmır, amma məscidə gedir, ora bura. Ağzı söyüşlə açılır da, bildiyin nətər, yəni bazdıq, mazdıq, yəni elə şeylərdən danışır, ora bura. Başa düşsənmi?
gedir də özü həftədə 1-2-3 dəfə gedir, 50 dənə danışdığı var. Yəni bu insan necə müsəlmandır? Yaxşı, müsəlmançılıq qanununda belə bir şey varmı ki? Yəni məsələ budur, brat. Adam baxır deyir ki, onda deyəsən biz cındırıq, bunlar ən müsəlman budur da, başa düşürsən? itirmək Valla mən görmüşəm, gözümlə, bax dediyim iminlə bu söhbəti mən gözümlə görmüşəm ətağa. Allaha and olsun, yəni. deməkdir. Ona görə sakit qıraqda oturmaqda, öz dini və ibadəti və elə vəssalam da ki, heç kimə də qarışmaq qutarı getdi. Adam var ki, pulay sitayiş edir ki, qardaş. Adam var 3 dənə yüzlüyü bura yapışdırıb səni əlini qoyur hər axşam ki, nə bilim, sənə sitayiş edirəm, sənə nə bilim nə. Donuza sitayiş edən var, yox bana. Nədən danışırıq biz burada? Buna görə də ölkəmizdə gizli ateistlər və ya gizli deistlər ordusu var. Cümə günü atası xatirinə məscidə gedən, bayramda adət xatirinə Bəziləri də var, sırf ailəsi müsəlmandır deyə deyir, mən də müsəlmanam. Soruşursan bəzi şeyləri, deyir, bilmirəm. Deyirəm, nətər müsəlmansan be? Deyir, nə bilim, evdəkilər müsəlmandır, dindardır, mən də dindaram da, deyir. Başa. Yəni belə. Yəni dindar olmaq qurban radikal dindar yox, amma normal müsəlman olmaq üçün bəzi şeyləri bilməlisən, imanın şərtlərini bilməlisən, ora, bura. Yəni sırf elə mən müsəlmanam həbsi, güllük gülistanlıq getdim bir dənə şey elədim, adını sən denən. Qoqquli vurdum, ondan sonra getdim qüsül abdest aldım. Elə müsəlman olmur. kəsən, amma içində tamamilə başqa bir kainat daşıyan gənclər. Onlar ikiyüzlü olmaq istəmir. Sadəcə cəmiyyətin onları damğalamasından qorxurlar. Sən kafirsən, sən pozğunsan sözlərini eşitmək əvəzinə susmağı seçirlər. Amma unutmayaq, baskı altında qalan fikir yox olmur. Əksinə daha da radikallaşır. Bura qədər gənclərin niyə getdiyini danışdıq. Bəs getdikdən sonra nə olur? Hər şey çəhrayıdımı? Təəssüf ki, yox. Dindən uzaqlaşan gəncləri gözləyən ikinci böyük təhlükə var. Nihilizm və ya mənasızlıq böhranı. Din insanlara hazır bir həyat məqsədi verir. Bu nihilizm şey değildi be. Yeni bir dine inanan. Enes Batur kimi yeni bir dine inanan. Belə bir şeydə. Sən hansı dinə inanırsan? Mən müsəlmanam bura. Radikal yox, normal özüm üçün müsəlmanam. Yəni imanın şərtləri də eləyirəm. İnsanıq da indi səhv eləyirik, bəzi nöqsanlarımız olur, amma çalışıram ki, onlara yol verməyəm, o səhvləri eləməyəm. Heç kimə qarışmıram. Öz işim, işdən ev, evdən iş, ibadətimi eləyirəm. Məscidə gedirəm. Belə də yəni namaz qılmağa vaxtım ümumiyyətcə yoxdur. Çünki iş rejimim 12 saatdan hətta elə olur ki, biraz artıq olur. Yəni belə. Amma müsəlman olmayan birisi tanışım da var, dostum da var. Mən onlara qayıdıb demirəm ki, sən niyə müsəlman deyilsən? Başa düşmədim. Sən mənim dostum ola bilmərsən. Belə bir söhbət də eləmirəm ha. Çünki o insan algılamırsa, o insan məntiqinə sığmırsa, mən ona deyə bilmərəm ki, sən niyə müsəlmansan, niyə beləsən, niyə eləsən. Başa düşürsənmi? Belə. Yaxşı ol, cənnətə get. Bu sistem çökəndə gənc birdən-birə nəhəng bir boşluqla üz-üzə qalır. Əgər axirəti yoxdursa, əgər mən sadəcə təkamül etmiş bir primatamsa və Amma bax, belə bir məsələ də var. Şey demişdi, Kadir Hoca derdi. Diyor ki, farz edelim ki orospu çocuğuyuz. Kötülük falan yaptın. Bana böyle söylemedin. Nasıl yani? Doğru düşünce. Yani kanka seni niye zorlayayım amına koyayım? Sen eğer bir dine inanmıyorsan ya da yaratıcının varlığına inanmıyorsan, bak samimi söylüyorum ha. Niye seni sıkıştırım? Niye sen şeyleyeyim? Diyeyim ki sen bizden değilsen. Daha boş hoşlan mı? Belə. Bunu algı yaratmak için de söylemiyorum ha. Genel olarak böyle yani. Ben böyle bakıyorum hayata. öləndən sonra yox olacamsa, bu Ama bir şey de var ki ömrü boyu düzdür. Pislik eləmsən, ora bura. Yəni kayfarek kimi yaşamısan da. Başa düşsənmi? Farz edək ki, fərz eləyək ki, cənnət cəhənnəm var. Yarrağı yedin. Aynen. Amma yaxşı insan olaraq da yaşasan, məsələn cənnət cəhənnəm var deyək, yəni vəsə qazanmısan da, başa düşsənmi? Yəni belə. Yəni itirəcəyin heç bir şey olmur sadəcə. Onsa dində valla zorlama yoxdur və müsəlman dinində bəzi qaydalar da yoxdur. Ağır qaydalar yoxdur. Sadəcə bəzi insanlar onu o qədər ağır formada insanlara yeritməyə çalışır ki, bunu eləmək olmaz, bunu belə eləmək olmaz.
Amma demir ha, bunu eləsən, sonra tövbə eləsən ora bura, düzələcək də hər şey yavaş-yavaş. Nə bilim, Türkiyədə çox görmüşəm onu. Bugün etdiklərimin nə Şeydə mənası Martian var? demiş. Bu Martin demiş, onsuz da ateist olmaq istəyirsənsə Türkiyəyə get. ekzistensial varoluşsal sancı bir çox gənci depressiyaya, laqeydliyə sürükləyir. Biz sosial şəbəkələrdə aqressiv ateistləri görürük, amma gecələr öz varlığını sorğulayan, həyatın mənasını itirmiş, boşluğa düşən səssiz Hmm. kütləni görmürük. Bəlkə də cəmiyyət olaraq gəncləri qınamaq əvəzinə onlara bu boşluğu necə dolduracaqlarını öyrətməliyik. Dinsiz də Valla Türkiyəni bilmirəm, Azərbaycanda dinsizliyin təməl başlıqlarından birisi bilsənmi nədir? İnflyasiyadır, maaşın az olmağıdır, kreditin xırtləyə qədər yığılmağıdır, yəni borcun xırtləyə qədər yığılmağıdır. Nə bilim, borc xərc, işsizlik vergisinin olmağıdır. Başa düşsənmi? Yəni dövlət addım atmırsa, insanlar neynəməlidir belə bir çıxmasın? O qədər ölkə var ki, yəni rəfah səviyyəsi yüksəkdir, başa düşsənmi? Və o qədər müsəlmanlar, ateistlər var ki, birinci növbədə. Yəni belə. əxlaqlı, dinsiz də məqsədli, dinsiz də xoşbəxt olmağın yollarını axtarmalıyıq. Çünki inancı itirmək asandır, amma yerinə məna qoymaq, bax bu ən çətinidir. İstər ateist olun, istər dindar, istərsə də deist. Bu videonun məqsədi kimin haqlı olduğunu sübut etmək deyil, məqsədi bir-birimizi anlamaqdır. Gənclərin dindən uzaqlaşması bir fəlakət deyil, bu bir nəticədir. Dəyişən dünyanın informasiya əsrinin və cəmiyyətdəki boşluqların nəticəsi. Bəlkə də həll yolu kimisə zorla inandırmaq yox, kimisə mühakimə etmək yox, sadəcə yaxşı insan olmaqdır. Çünki istər Quran, istər elm, istərsə də vicdan bizə eyni şeyi deyir. Ədalətli ol, dürüst ol və zərər vermə. Əgər bir ateist vicdanlıdırsa, riyakar bir dindardan daha təmiz ola bilməzmi? Yox, bir sən nətər brat? Bax adam tanıyıram ki, 1200 manat maaş alır, amma səfalətin içərisində yaşayır da. İnsan olmaqdan əlavə brat. Bu adam deyir ki, mən yobanada, mən bu cəhənnəmə onsuz da bu ölkədə yaşayıram. Yəni mən bu ölkədə yaşayıramsa, bundan artıq nə ola bilər ki, başa düşsənmi? Yəni məsələ odur. Həmişə deyiblər ki, şükür elə. Həmişə deyiblər ki, ona bax dərs götür. Həmişə aşağıdakılara nümunə göstəriblər ki, əlini aşağı at. Bax ki, səndən də pis, betər vəziyyətdə olanlar var. Öz halına şükür elə. Amma deməyiblər ki, sən yuxarıdakına əlini göstər. Başa düşsənmi? Sən yuxarıdakılara bax. Bəs necə deyim? Yəni optionda, yəni yuxarıdakıları nümunə göstərmirlər, ancaq aşağıdakıları nümunə göstərirlər. Niyə belə yuxarıdakı məndən artıq adamdır? Mən də yuxarıdakı kimi olmaq istəyirəm, misal üçün. Yaxud səmimi bir dindar cəmiyyətə işıq saça bilməzmi? Mövzu etiketlər deyil, mövzu qəlbimizdəki niyyətdir. Siz bu barədə nə düşünürsünüz? Bəlkə siz də o sorğulayan gənclərdən birisiniz, ya da övladı dindən uzaqlaşan bir valideynsiniz. Zəhmət olmasa şərhlərdə öz hekayənizi yazın. Mühakiməsiz, təhqirsiz, səmimi bir müzakirə açın. Videonu bəyəndinizsə, paylaşaraq bu səssiz inqilabın səsini daha çox insana çatdıra bilərsiniz. Qəşəng, əlin qolun dərd görməsin bura, həqiqətən də çox işıqlandırıcı bir mövzuya toxunmusan, işıqlandırılması lazım olan bir mövzuya toxunmusan, danışa bilmədim, nəysə. Ümidvaram ki, bu videon qəşəng izlənər və bu videona oxşar daha bir video düzəldərsən. Mənim hələ ki tam olaraq bir kanalım yoxdur, amma indi açmaq istəyirəm, sözün açığı. İndi açıb ora kesit videoları paylaşacağam. Hələ ki yaza bilərəm ki, yəni burada bir yorum yaza bilərəm də. Böyle caps lock'dan yazıram, deyəcək ki, əsəbləşib. Biri R yazıb ki, hamımızın ağzına verim. Evindəkindən xəbər olmayan da. Arada da çox maraqlı gəldi. Deyən gibi. Fikrim diagnostik olma daha yaxşı. Ben insan satılacaq. Ha, silmisən də yəqin ki.
Həla yox sən də bizim gəl söyür. Dəlisən sən. Ya bir dənə kanal açacağım. Option şey eləyəcəm yavaş-yavaş. Kanaldan davam etməyə fikrim var.